Radyo teatrı. Mirzə Fətəli Axundov. Hekayəti Xırs Quldurbasan. Dağ ətəyində bulaq başı. Uzaqdan ney səsi eşidilir. Pərzad qızlarla birlikdə çiynlərində səhəng sudan gəlirlər. Pərzadı izləyən Bayram palıd ağacının arxasında gizlənib qızların getməsini gözləyir. Qızlar gedirlər. Bayramı görən Pərzad ayaq saxlayır və qorxa-qorxa ətrafına boylanır. Pərzad, axır ki bu palıd ağacının dibində mənə müyəssər oldu səninlə görüşüb danışıb, ürəyimi boşaldam. Niyə geri baxırsan? Ay aman, qorxuram. Qorxma, mən səni çox əyləmənəm. İndi Pərzad, mənə de görüm sən gedəcəksən Tarverdiyə. Bu tata arvad olacaqsan. Sonra qızlar içində güvənəcəksən ki, güya sənin də ərin var. Neyliyim? Əlimdən nə gəlir? Atam ölübdür. Bir anam ilə qalmışam əmmin ixtiyarında. Qardaşım yox, bir köməyim yox. Əmim istərmi ki, məni özgəyə versin? Atamdan qalan sürünü, ilxını özgəyə tapşırsın. Bəs, məlum olur ki, əmin səni axtarmır. Ancaq sənin sürünü, ilxini axtarır. Onun üçün istəyir ki, səni öz oğluna, o təcigə, o maymağa verə ki, ömründə bir sərçə vurduğu, bir quzu oğurladığı yoxdur. Neyliyim? Yazını pozmaq olmaz. Əlbət mənim də alnımda belə yazılıbmış ki, gərək mən təcigə arvad olaydım. Yəni nə dərddir? Təcigə arvad olmaqdansa, özünü bu gölə tullayıb boğulsan yaxşı deyilmi? Əlbəttə, 100 qat boğulmağım, Tarverdiyə arvad olmaqdan yaxşıdır. Səndən çəkinirəm. Əgər sən rüsxət versən, bir gün bu dərdlə özümü sağ qoymanam. Allah eləməsin. Söz gəlişi mən belə deyirəm. Sən olmayandan sonra dəxi mən niyə dünya üzündə gəzirəm? Sənin ölümünə heç vaxt razı ola bilmənəm. Və Tarverdiyə də arvad olmağına tablaşmanam. Günü sabah bir güllə Tarverdinin böğrünə vururam. Sonra özümün də başıma hər nə gəlirsə gəlsin. Bəs elə də bir güllə də mənə vur. Məni də öldür. Səndən sonra mən dəxi niyə gərək sağ qalam? Sən nə üçün sağ qalmayasan? Sən sağ qalarsan. Sonra bari bir başqa abırlı, vuran, yıxan oğlana gedərsən. Heç olmasa taytuş tənəsi çəkməzsən. A Bayram, Allahı sevirsən, mənim ürəyimi qana döndərmə. Mənim öz dərdim özümə bəsdir. Əgər mən vuran, yıxan oğlana nəsib olsaydım, sənə nəsib olardım. Mənə nəsib olmağın öz əlindədir. Əgər ki istəsən. Necə öz əlimdədir? Belə ki, mən izin ver səni götürüm qaçım. Hara? Qarabağa, İrəvana, başqa uzaq yerə. Xeyr, xeyr, anam razı olmaz. Anamın gözünün ağı qarası bir mənəm. Məni uzaq aparsan, anamın günü qara olar. Bəs necə gərək olsun? Sən gedəsən Tarverdə arvad olasan, mən də qıraqdan baxım. Bəs neyliyim? Sən bir yol göstər, mən də elə edim. Çox yaxşı. Əgər mən bir hilə qayıram ki, Tarverdə aradan çıxa, sən azad qalasan. Ona razısan mı? Nə şərtdir ki, Tarverdini öldürmək olmuyor. Yaxşı, öldürmək olmasın. Belə ola ki, Tarverdə buradan uzaqlaşa, özgə yerə düşə. Yaxşı, buna mən razıyam. Bəs dur, ged namaz arvadı Zalxanı bura göndər gəlsin. Onunla danışım. Yaxşı, bu saat göndərin. Bayram həsrətlə onun dalınca baxır və öz-özünə danışmağa başlayır. Az sonra Zalxa gəlir. O, çox hiyləgər, aradüzəldən eybəcər bir qadındır.
Esselamu aleyküm. Bayram, kiminle yap edirsən? Zalxa, sənsən? Kiminlə gah eləyirəm? Tarverdinin qarasınca söylənirəm. Tarverdi sənə nə eləyibdi? Dəxi neyniyəcəkdir? Günümü qara edib, səbr qararımı kəsibdir. Nə gündüz dincələ bilirəm, nə gecə yata bilirəm. Az qalıb dəli divan olub, məcnun kimi dağa daşa düşəm. Kərəm kimi alışam, yanam. Axı niyə? Nə səbəblə? O səbəblə ki, bu təcik, bu maymaq istəyir ki, Pərzada ər ola. Sən Allah Zalxa, doğru söylə. Pərzad kimi qız heç rəvadırmı ki, belə təcikə gedə? Kim deyir ki Pərzad Tarverdiyə gələcək? Pərzadın ürəyini mən bilirəm. O səndən başqa bir adama ölsə də getməz. Tarverdi onun gözündə çimincə də görünmür. Ondan da hasıl ki, Tarverdi onun gözünə çibincə də görükmür. Ancaq çibin şirniyə həris olan kimi, Tarverdi Pərzada hərisdir. Bugün sabahdır. Əmsi Məşədi Qurban kəbini kəstirib ona verəcək. Qızın körnüyü olmasa, necə onu ərə vermək olar? Zalxa, nə danışırsan? Qız uşağın əlindən nə gələcək? Onun xahişinə kim baxacaq? Əvvəldən biraz afuf elər, sonra çarəsi kəsilər. Tən qəzaya verər. Ancaq mən ahuzar ilə dərdə giriftar qallam. Bəs sənin fikrin nədir? Mənim fikrim budur ki, o sizə çox gəlir. Sənin kişi namaz ilə çox gəzir. Əgər sən və namaz mənə kömək edib bir iş eləsəniz, özümün kürd adımı bağışlaram namaza və bir yanı buzovlu inək sənə verirəm. Doğrudan bir inək? Şəksiz, şübhəsiz. Yanında da buzovu. Bəli, buzovu ilə. İnan ki, doğru deyirəm. Biz nə gerek edək? Bax, məsələn, Tarverdini bir bəhanə ilə evinizə çağırın. İnandırın ki, Pərzad səndən ötəri bir ixtiyardır. Amma sənə gəlməyə taytuşun tənəsindən qorxur. Ondan ötərə ki, deyirlər sən bir təcik və qorxaq adamsan. Hamı bilir ki, sənin əlindən heç bir iş gəlməz. Sən də bir hünər göstər, bir adam soy, pul gətir, parça gətir, ya bir at uğurla, bir mal uğurla. Desinlər ki, filan kəs də bu hünərin sahibidir. Ondan sonra qız dönsün ki, sənin kimi əri var. Tarverdi axmaqdır. Sözlərin hamısını inanacaq, sarsaqlıq edib özün salacaq xata balaya. Pərzad qalacaq mənə. Vallahi yaxşı fikir edibsən. Sənin kimi oğlandan ötəri gerək çalışam. Çox yaxşı. Sonra hər nə olsa sənə bildirirəm. İndi gedirəm, işim var, mal gələn vaxtıdır. Get. Al bu yaylıq da sənə peşkeş olsun. Ne yaxşı yaylıqdır. İçindəki nədir? İçindəki kişmişdir. Onu da ver uşaqlarına. Ay kişi, oğul sənin kimi olmaq gerek. Belə sənin qadan deyilsin, Tarverdinin böyrünə. Ömrümdə onun əlindən mən bir çürük alma da almamışam. Sağlıqla qal, belə muradına yetiş. Get, hoş gəldin. Allah, indi nə qayrım? Gedim dərədə bari ovdan zatdan axtarım. Biraz fikrimi dağıdım. Namazın evi. Zalxa gülə-gülə əhvalatı ərinə danışır. Namaz bu məsələyə çox maraq və şübhə ilə yanaşır. Sən deyirsən ki, bu işdən ötürü Bayram özünün Kürd atını mənə bağışlayacaqdı mı? Şəksiz ki, bağışlayacaqdı. Ağlım kəsmir. Bayrama 50 qızıl mənim yanımda sanadılar. Kürd atını satmadı, onu mənə peşkəş elərmi? Pərzaddan ötəri canından gedir. Atmal ne şeydir. Bəlkə Allah da sonra verməyər. Aldatma. Bayramı tanımırsan. Onun kimi gözəl, sözü bütün oğlan tamam obada var mı? Yaxşı oldu. Mən özüm də istəyirdim ki, Tarverdini bir xatıya salım. Atası Məşədi Qurban mənə borc verdiyi pulunu üstümə yasol qoydurub aldı. Mən də ona bir həyif çəkməsəm, ürəyim dincəlməz. Dəxi niyə durubsan? Belə fürsət olar mı?
Hem atalarsan, hem hayıf çekersen. Tarverdi yaxındadır. Geç çağır gelsin bize çörek yemeğe. Sonra ben hamı işi düzelderəm. Əcəb deyirsən. Vallah gedirəm. Vallahi, eğer Tarverdi benim sözlerimden quldurluğa geçse, biçaranın hiçbir taksiri yok. O neylesin ki, bu viran olmuş ölkənin kızları quldurluq, oğurluq bacarmayanı sevmirlər. Ay arvad, nəyin var gətir görək, acımışam. Buyur, neyim olacak? Acımışsınız, niye Tarverdi'yle gidip çörek yemediniz? Benim üstüme gelmişsin. Hər nəyin var gətir, uzun danışma. Akşama dahi bir zar kalmayacak. Ay Zalxa, ne qayım olubsan? Niye kayım olmayayım? Senden ben ne xeyir görmüşəm. Bari bir dinle getirsənəm ki, toyumda sənə zad bağışlarım. Necə toy? Toy bilmirsən, Akşi. Toyunda da görüm mənə nə bağışlayacaqsan da, görüm toyunda mənə nə bağışlayacaqsan. Ama toyda. Ay Allah, ay Allah. Yaxşı, onda sənə bir cüt başmağı bağışlaram. Görürəm ki, çoxdan ayaq yalın gezirsən. Necə murdar, saqqat adamdır. Sağ ol, çox razıyam. Toyun tez mi başlanacaq? Payızda. Niye belə geç? Fərzat yubandırır. Deyir hələ cizi hazır deyil. Doğrudan mı? Bəlkə başqa səbəb var. Nə başqa səbəb olacaq? Bəlkə qız səni sevmir. Ürəyi özgəsinə bağlıdır. Bu nə danışır? Qız məni sevmir. Qəribə söyləyirsən, necə qız məni sevməz? Yəni sən deyəndə çox böyük zatsan. Niyə gerək səni sevə? Sən ömründə nə bir iş görübsən, nə ad çıxarıbsan ki, qızlar səni sevsinlər. Nə ad çıxarmışam? Arvad, nə danışırsan? Nə işin var? Səsini kəs. Sənlik zat yoxdur. Amma sənlik zat yoxdur, doğru deyil. Hə, yaxşı Zalxa, söylə görüm mən nə ad çıxarmışam, hə? Yəni nə ad çıxaracağam? Heç oğurluğa gedibsənmi? Xeyr, xeyr, oğurluğa getdiyim yoxdur. Nədən ötürü oğurluğa gedəcəyəm? Özümün dövlətim, malım azdırmı? Devlətin çoxdur, amma qoçaqlığın yoxdur. Heç bir adam soyubsam, heç bir adam vurubsam. Xeyr, xeyr. Nə adam soymuşam, nə adam vurmuşam. Sibirə gedənləri, dara çəkilənləri gözüm görmür. Qoçaq adam heç zatdan qorxmaz. Çəkinmək qorxaq adamların işidir. Axırı odur ki, Pərzaz bacarmır sənə gedən. Hamı deyir ki, sən qorxaqsan, təciksən. Bəs belə, hə? Pərzad onun üçün mənə gəlmək istəmir. Deyirlər ki, mən qorxağam. Vallahi acığım elə tutur ki, istəyirəm bu saatda yola düşəm. Gedəm adam soyam. Hamıya bildirim ki, mənim haqqımda nahaq güman ediblər. Hünərini göstər gerək. Adam dilində çox zat deyir. Sən bir yer nişan ver, mən bu saatda yola düşüm. Düş Şamaxı yoluna. 500 sevdəgar gəlib gedir. Birini, ikisini soy, malını gətir görək ki, doğrudan qoçaqsan, ya loğalıq edirsən. Görəsən sövdəgər tayfası yaraqlı, əsləhəli yola çıxır, ya elə bomboş. Belə tutaq ki, yaraqlı, əsləhəli olurlar. Sən ki, ağacda qabaqlarına çıxmayacaqsan, əlbəttə, sənin də yarağın əsləhən olacaqdır. Ay Allah, ay Allah. Məlum ki olacaq. Amma tək getmək biraz çətin deyilmi? Sən də yoldaş götür. Bizdə az mı qoçaq oğlan var? Sən hara, belə iş hara? Mən hara, belə iş hara? Vallah görərsən ki, doğru deyirəm. Namaz, namaz bırak. Sən Allah mənə yoldaş ver. Yoldaşı nə edirsən? Gezməyə gedəcəyəm. Akşi, boş-boş danışma. Səndən karvan vuran olmaz. Vallah doğru sözümdür. Yoldaş tap. Çünki əl çəkmirsən, Vəli xatun oğlunu, Oruc Nəsib oğlunu çağırırıq, apararsan. Elə ikicəsini? İkisi bəsdir. Doğrudan bəsdir. Yaxşı, deyə adam göndər, onları çağırsın. Zalxa, ged onları bura çağır. Ayşi,
Sən onun sözünə inanırsan. Mən onu tanıyıram. O heç vaxt bu işə girişməz. Mən girəm. Girişməz. Yaxşı, gedirəm. Axmaq, hamı sözümə gedəcək. Bax, Tarverdi. Əgər baxdın yar olsa, hər nə gətirsən, gərək özün bərabəri mənə də pay verəsən, ha? Ayıbdır məndən gizləmək. Gətirdiyiniz şeylərin başını batırmaq, izini itirmək mənim boynuma. Və şərt ta ki, hər zatdan mənə yarı pay olsun. Ayşi, sən yoldaş ver, axırına bax. Hə, odur, yoldaşların gəlirlər. Salam verir. Ay, əleykümə salam. Namaz. Axı, bizi nə əcəb çağırdıbsan? Tarverdi təvəqqə edir ki, onunla gəzməyə gedəsiniz. Necə gəzməyə? Dəxli nə soruşmaq. Gəzmək deyəndə özün bilirsən, hə? Mən ömrümdə gəzməyə getdiyim yoxdur. Qoyun quzu oğluğundan başqa mənim əlimdən bir zat gəlməz. Orucu bilmirəm. Mənciyəz qələtələrəm. Mənim hava quldurluğa getdiyim var. Mən heç vaxt qoyun quzu oğurluğunda bazarmanam. Ola, nə danışırsınız? Məgər igid deyilsiniz. Tüfəng atmağı bilmirsiniz. Tüfəng atmağı bilirik. O da quşa. Adama tüfəng atmaq nə bizim işimizdir? Kim sənə deyir ki, adama tüfəng atın? Atlanarsınız. Çıxarsınız gəzməyə. Düşərsiniz poş yoluna. Birdən qabağınıza dəvə kərvanı, ya erməni bazirganları rast gələr. Güya qorxutmaq üçün başlarının üstündən tüfəng boşaldarsınız. Bundan heç bir zərər yoxdur. Onlar qorxub hərə bir tərəfə qaçacaq. Pulları tökülüb qalacaq, yığışdırıb götürüb qaydarsınız. Nə çətin işdir. Biz hara, belə iş hara. Çoban adamıq, bizə quldurluq nə yaraşır? Namaz, buraya gəl. Bilirsənmi, cəbr eləmə. Görürsən ki, qorxurlar. Daxı niyə qısnayırsan? Hamı mənim kimi olmayacaqdır. Bırax getsinlər. Xeyr, qoy görüm. Acədə, nə qeyrətsiz adamsınız. Harverdi ilə heç duz çörək dadmayıbsınız. Məgər siz bilmirsiniz ki, bizim obamızda bundan dövlətli adam yoxdur. Sizin həmişə vecirizə gəlməzmi? Az adam mı ondan xeyir görüb? Oruç, nə deyirsən? Gedək mi? Nə deyim valla? Gedək deyirsən gedək. Akşi, olar ki bir at bahası əlimizə düşər. 2 ildir bir at istəyirəm adam. Pul tapmıram. Əlbəttə, at bahası da əlinizə düşər. Belə xeyirdən adam qaçarmı? Daxı nə eləmək? Çünki Tarverdi çarəsiz xahiş eləyir. Onun sözü sınınca düşmənin boynu sınsın. Mən hazıram. Ben de hazıram. Yoldaştan ki ayrılmak olmaz. Ama bir dürüst fikir edin. Tarverdi sizdən razılıq edir. Və təvəqqə edir ki, tez fürsəti fota verməyib, gedib yaraqlanıb gələsiniz. Gəzmək üçün belə vaxt ələ düşməz. Oruç, gedək. Gedək. Vəli ilə Oruc gedirlər. Zalxa çadırın dalında durub, Tarverdi ilə namazın söhbətinə qulaq asır. Namaz, bilirsenmi? Bir zadı laf unuttu. Benim atam bir mümin kişidir. Hiç razı olar mı ki? Ben kuldurluğa gedim. Akşi, atandan rüsxət al, get. Əcəb danışırsan. Atama diyeyim ki mənə rüsxət ver. Kuldurluğa gedeyim. Elə niyə deyirsən? De ki, aranda taxıl sulamağa gedirəm. Əlbəttə, rüsxət verəcəkdir. Sonra çıx boş yoluna. Dəxi nə var bunda? Necə bunda nə var? Yəni bundan asan nə var? Əcəb asan zat tapmısan. Mən vallah ancaq atamdan qorxuram. O cəhətdən bu iş mənə çox çətin gəlir. Adam ki qorxaq oldu, bu tör bəhanə gətirər. Getmirsən, özün bil. Tarverdinin tərəddüdünü görən Zalxa özünü içəri salır. Mən bu saat Pərzadla görüşdüm. Hamı işi qulağına pıçıldadım. Necə sevin,
necə sevindi. Dedi ki, indi daha şükür. Dəxi deməzlər ki, Tarverdi qorxaq. Bundan sonra mən utanmanam deyim ki, onu sevirəm bu vaxta qədər. Tamam qızlar mənə təhnə edir. Hər birisini görəndə başımı aşağı salır. Aşkar zattır ki, bizim kızlarımız hiçbir oğlanı sevmezler ki. Adam soymamış, yol kesmemiş ola. Elə birisi de bu Zalxa. Axır bu məgər mənə əvvəldən gələrdi. Əgər quldurluğa əl qoymasaydım, arvad, belədürmü? Yaxşı, bəsdir. Keçən işi indi çürükçülük eləyib danışmaq sənə qalıb. Mən getməyə müzayiqə eləmirəm. Amma üstümdə heç bir yaraq yoxdur. Bilmirəm necə edim. Yaraq üçün evə getsəm, atam duyacaqdır. Evə niyə gedirsən? Mənim qılıncımı, tüfəngimi, tapancamı götür. Xançal da öz belində var. Qoy mən səni geyindirim, yaraqlandırım. Zalxa namazın yaraqlarını Tarverdinin üstünə taxır. Tarverdi yaraq içində tamam görünməz olur. Daxi, başqa nə götürüm? Olan bəsdir. Onlar ilə bir qoşun qırmaq olar. Daxi artıq nəyinə gərəkdir? Vay, ay aman, Tarverdi. Necə heybətli oldu. Səni görən kimi adamlar qaçacaq. Allah. Odur. Orucgildə gəldi. Biz hazırıq. Biz hazır. Gedək mi? Gedin, gedin. Uğrunuz xeyir olsun. Əli dolu qaydasınız. Tarverdi, hər zadla qoşa qarıyasan. Çoxlu oğul, qız görəsən. Oğlanların da sənin kimi qoçaq olsun. Qəm eləmə, olacaqlar. Şeyksiz olacaqlar. Ya saf adımı batırıram, ya adam soymamış, qayıtmayacağım. Altımda bozak, elimdə tüfəng, belimdə xəncərim. Sən olaydın. Altımda bozak, elimdə tüfəng, belimdə xəncərim. Məni görə Pərzad, dərdimdən ölə Pərzad. Poçt yolunun yaxınlığında qalın bir meşəlikdə Vəli, Oruc Tarverdini itəliyə-itəliyə gətirirlər. Ehtiyatlı olun. Gərək ki, yoldan gələn var. Var. At ayağının tappıltısı gəlir. Dəli, tüfəngin çaxmağın yuxarı ayağı qozda ki, hamımız birdən tüfəngləri boşaldaq. Dayanın. Belə bilirəm ki, tüfəng atmasa yaxşıdır. Necə tüfəng atmasak yaxşıdır. Onda necə soymaq olar? Sonra gərək əli boş obaya qaydaq, tamam xalqı üstümüzə güldürək. Nə səbəbə xalq üstümüzə güləcək? Deyər ki, yola çıxdıq, çox gözlədik, heç kəsə rast gəlmədik. Buna heç kəs inanmaz. Mən bunu edə bilmərəm. Edə bilməzsən ki, mən qaydacağım. Ay Allah, mən qalmıram, gedirəm. Yavaş, əzizim, çox geç başa düşübsən. Allah'ın olsun, əgər ayaq geri qoysan, şeytanını çəkib, qarnını tüstüyle doldururam. Sarsaq balası sarsaq, özün yalvarıb bizi bura gətirmişsən, indi bizi qoyub getmək istəyirsən? Mən ki, sizi qoyub getmək istəmirəm. Mən sizin xeyriniz üçün deyirəm ki, geri dönək. Bəlkə yol adamı bizdən çox oldular. Bəlkə bizim kimi qoçaq adamlar oldu. Tükümüzü didib, qol qanadımızı tamam qırarlar. Bəsdir, çox bəz vermə. Görürsənmi? Yuxarıda bir zat qaralır. O yoldan gələn olacaqdır. Doğrudan gələn var. Görəsən kimdir? Vallahi gəlir. Bilirsinizmi? Siz qabağa gedin. Mən sizin dalınızı saxlayayım. Bəli, sənə çox ümid bağlamaq olar. Oruc, qabağa gedək görək kimdir gələn. Ey, Tarverdi. Vallahi əgər qaçsan, obanın içində də haqqında fikir çəkərəm. Özün bil.
Gör sevgilinin axırı belə olar. Heç fikrimdən keçəcəkdi ki, quldur olacağam, yol keçəcəyəm, aləmə zəlzələ, vəlvələ salacağam. Pərverdigar, sevgi nə yaman olurmuş. Tarverdi kolluqları yoxladı. Başqa tərəfdən yoldan keçən heyvanlar təlimçisi Nemsə Fok kəpənək tuta-tuta Tarverdiyə tərəf gəlir. Tarverdi onu görmür. Mən çox yaxşı elədim ki, arabadan düşdüm. Biraz piyada yeridim. Çiçək giderdim. Ne güzel çiçekdir. Ne güzel kokusu var. Bunu Maria Adamovna'ya peşkeş edeceğim. Qəflətən Tarverdi Foku görüb titrəməyə başlayır. Fok da ondan qorxub ağacın dalında gizlənməyə çalışır. Ah dedem vay. Bu kimdir göresen? Vay aman Allah sen sakla. Ay vay tarih, yaman yerde gün akşam oldu. Bu kimdir göresen? Ey vay bu quldur olacak. Yəqin beni öldürecek. Yəqin bu adam da quldurluğa çıxıbdır. Çiynində tüfəngi də var. Vay aman, atsa mənim işim xarabdır. Ah Maria Adamovna. Maria Adamovna sen hardasan? Yaxşı pərzadı aldı. Yaxşı toy elədik. Fəraqat rahat durduğumuz yerdə özümüzə iş qayırdıq. Allah necə heybətlidir. Allah, tüfəngi necə uzundur. Heç mən belə uzun tüfəng görməmişəm. Ya yaxşıdır bir tərəfə qaçım. Bari qaçım, bəlkə evi yıxılmış, tüfəngi mənə düzəldi batdı. Vaxt ikən bir tərəfə yayınım. Hər ikisi birdən qaçıb, qəflətən bir-biri ilə toqquşurlar və hər ikisi pul kisəsini çıxarıb bir-birinə uzadırlar. Vallahi mənim var yoxum budur. Al məndən əl çək. Vallahi bundan artıq tamam səfərimdə bir zad qazanmamışam. Al məni bura. Sən quldur deyilsən. Mən bir fəqir nemsiyəm. Sən kimsən? Mən kiməm? Qurumsaq, görmürsən ki, mən qulduram. Mənim kolluğun içində 200 yoldaşım yatır. Siz neçəsiniz? Mən birciyəm. Bəs tez qaç, yoxsa bu saatda səni öldürərəm. Doğru deyirsən ki, sən yalqız deyilsən. Eşitmirsən ki, mənim yoldaşlarımın qalmaqalı gəlir. Allah'ı sevirsen dayan. Bu saat kaçım. Kaç. Necə qorxutdum. Mənim kimi zalım olar mı? Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan bağrı çatlardı. Ay uşaqlar. Hamısı qaçdılar mı? Xatırcam ol, hamısı qaçdılar. Nə qorxaq imişlər. Belə də adamlar var dünyada. Yaxşı, kəsbimiz nədir? Arabada nə şey var? Arabada 2 böyük sandıq var ki, heç tərpətmək olmaz. Sən tar verdi, tez onları sındır, içinin şeyin bir yere yığ. Mən Oruç gedək, arabanın atlarının birinə güllə deyib. 2 yaxşısı kolluğa qaçdı. Tutaq gətirək, şeyləri yükləyək, aparaq. Çox yaxşı, siz gedib atları qaytarın. Mən bu saatda sandıqları sındırıb, şeyləri bir yerə yığarım. Amma tez qaydın ha. Burada çox dayanmaq olmaz. Qorxuram üstümə adam tökülə. Əlimdən nahaq qan çıxa. Axmaq danışma sarsaq. Sən bir toyuq öldürə bilməzsən. Tək özün qaçma. Adamı öldürməyi sənə bağışladıq. Bu saatte kaydırıq. Fikir eləmə, sandıqları aç. Baş üstə. Vəli ilə Oruc gedir. Tarverdi sandıqlara yaxınlaşır. Qapağını qaldırıb gördüyündən dəhşətə gəlib
qaçmağa başlayır. Sandıqdan bir meymun çıxıb Tarverdinin üstünə tullanır, oynamağa başlayır. Ay Allah! Bu nedir? Sandıkta meymun ne gayrı? Böyle de sevdəgər malı olar mı? Böyle zibil ilə alışveriş eden sevdəgərlər de varmış. Ay köpək oğlum malı. Ne mənə dişini qıcırdırsan? Bak, benim taxıltımı gətirir. Yaxşı oldu. Bunu Fərzada peşkeş apararam. Qoy bunu görsün, sevinsin. Necə tutur? Ey, Neyman, qalxma, yaxın gəl. Gözəl meymun. Yaxın gəl, yaxın bax. Bax, köpək oğlum malı. Az qalmışdı sənə toxuna. Mən gərnilə səni tutaram. Bax. Keşke budur ki, onun dalsınca ağaca çıxım. Necə şeytan meymundur. Of. Qəhbibə yoruldum. Bu necə sarsaq sövdəgərmiş ki, meymunu arabaya qoyub gezdirir. Amma əli boş evə qayıtmaq olmaz. Görüm o biri sandıqda nə var. Amma nə böyük sandıqdır. Yəqin ki, bunun içində ağıllı başlı mal var. Qapağı da nə yekədir? Pərverdigarə. Ne xırıltı gəlir. İkinci sandığın qapağını qaldıranda bir ay çıxıb onu süpürləyib yerə yıxır. Üst başını cırmaqlayır. Tarverdi qışqıraraq köməyə adam çağırır. Ay vay! Ay namaz! Ay zalıxa! Ay Fərzad! Evim yıxıldı! Ay aman! Kömək edin! Ay Allah'ı sevən dadıma yetişin! Ay aman! Qələt elərəm! Quldurluğa daxı çıxmanam! Heç kəsi soymanam! Tövbə olsun! Tövbə! Ova çıxmış Bayram Tarverdinin fəryadını eşidib güllə atır. Güllə ayını yaralayır. Ayı Tarverdini buraxıb meşəyə qaçır. Ay Allah! Ay Allah! Görəsən güllə mənə dəyməydi ki. Xeyr, inşallah dəyməyibdir. Durum, qaçım. Bu ne arabadır? Bu ayı, bu adam bura hardan düşmüştür? Ben belə bilirəm ki, ayını yaraladım. Aha, qan iz salıbdır. Ayı görəsən hara getdi. Bəs o qurtardığım adam necə oldu? Divan bəyi, kazaklar və dilmanc güllə səsini eşidib hadisə yerinə gəlirlər. Gene kuldurluk başlayıplar. Ay kazaklar, ikiniz bu yerlere bakın, ikiniz atları tutun. O kalanınız bu koçağı bağlasın. Ağa, bir sözümə qulaq as. Mən bu yaxınlıqda ov gəzirdim. Gördüm ki, bir çığırtı gəlir. Yalvarır, kömək istəyir. Yürüdüm yaxına. Gördüm ki, bir ayı bir adamı boğur. Tüfəng atıb ayını vurdum, yaraladım. Mən bundan başqa bir zat etməmişəm. Bəli, yaxşı danışırsan. İstirsən ki, bu sözlerle beni baştan çıkarasan, iş aşkardır. Sen tutulupsan təksir, vaqe olan yerde. Yaxşısı budur ki, yoldaşlarını mənə deyəsən. Mən həqiqəti ərz elədim. Oğlan, benim sənə yazığım gəlir. Görürük ki, bir cavan, hoş surət oğlansan. Bilirsən ki, yarak ve yasakla tutulan quldura nə tənbih, nə nəsək var? Əlbəttə bilirəm. Tənbihi dar ağacıdır. Bəli, dar ağacıdır. Əgər özünə yazığın gəlmir, bari atana, anana yazığın gəlsin. Heç bir adamı dünyada sevirsənmi? Ancaq elə ondan ötəri təşvişliyəm, ağa. Bir sevgilim var. Bəs boynuna götürürsən? Mənim heç təqsirim yoxdur ki, boynuma götürəm. Yaxşı, bunu aparın. Yerində ayrı edərik.
Obada alaçığın içinə çoxlu adam yığılmışdır. Divan bəy, Koxa, Dilmanc gəlirlər. Hamı ayağa durub Divan bəyini salamlayır. Kovxa, Bəli, ağa. sen Rus dilin bilirsen. Bəli, ağa. Aha. De görüm bu adamlar kimdir? Bunlar obanın adamlarıdır. Bu namazdır. Bu Necef'tir. Bu da Meşed Kurban'dır. Aha. Hop. Bunları tertib ilə hər kəsi mərdəbəsinə görə cərgiyə düz. Hansı ağıllı hesab olunur, onu başla. O surətdə gərək Nəcəf o birilərindən söz qanan danışan olsun. Çünki Rusça da biraz bilir. Hop. Necəfi başla. Ay kişi, sözün axırına dək qulaq as, sonra cavab ver. Baş. Məmləkəti xaricə əhlindən cənab Fok, hafizi canavaram, mənə ərizə veribdir ki, o sırağa gün Tiflis yolundan öz canavarları ilə gəlir. Arabadan bir qədər geri qalmışım. Qəflətən arabanın üstünə bir neçə kuldur tökülmüş. Arabada bir yengi dünya ayısı, bir Brazil meymunu, 2 kaftar və başqa canavarlar dahi varmış. Kuldurların attıkları tüfeklerin güllesinden arabatının birisi ölmüş, yengi dünya ayısı yaralanmış, meymun itmiş, gitmiş. Ve arabada olan başka şeyler dahi garet olmuş. Sahih haberlere göre, vakiyen bu iş baş veren gün, 3 atlını yarak yasaklı sizin obanızdan aşağı düşende görüpler. Onlar bir şek sizin uşaklardır. Onları gerek mənə verəsiniz, yoksa sizi bədbəxt elərəm. Ağa Divan Bey, siz bir ağıllı adamsınız ki bu yekə mahalı size tapşırıblar. Düşmənlərimiz sizin qulluğunuza xilaf ərz eləyiblər. Sen gerek heç vaxt belə quru nağıllara inanmayasan. Necə quru nağıl, mənim mahalımın ortasında aşkara kuldurluq quru nağıldır. Ağa Divan Bey, həqiqəti məndən soruş, doğruluqla qulluğa ərz eləyir. Mən də elə onu istəyirəm. Bizim obanın uşaqlarından bir neçəsi çaharşənbə günü arana taxıl suvarmağa getmişdilər. Yolda şəyatin yığıncağına rast gəlirlər. Sən demə şəyatinlər arabada yedirlərmiş. Bizim uşaqlar axmaqlıq eləyib arabaya sarı tüfəng atırlar ki, şəyatinlər qorxub qaçsınlar. Axı gərək edib bismillah deyirdilər. Odur ki, cinlərin acığı tutub. Ayı şəklinə dönüb bizim uşaqların üstünə tökülüb işləyiblər. İndi bunu bizim düşmənlərimiz böyük bir nağıl qayırıb. Cinlərin də böyüğünün adını Fok qoyub sizi yoldan çıxarır. Kişi, sən nə qoz qırırsan? Kamalo, başa düşmədim Ağa Divan Bey ne dedi? Divan Bey buyurur ki, sizdə qoz fındıq çox olur mu? Kamalo, Ağa Divan Bey'ini başa salginen ki bu derenin adına Fındıklı Deresi değiller. Kozun, fındığın mədənidir. Allah koysa koç çırpılanda, fındık derelerinde çuval çuval ağa için göndermek bizim gözümüzde. Mənə bax Kamalo, bir de Ağa Divan Bey'e çatdır ginen ki onun lazimince yolunu görmek gözümüz üstte. Ağa, Nəcəf ərz edir ki, fındıq vaxtı çuval-çuval qulluğunuza gətirəcəklər. Və layiqincə yolunuza baxacaq. Sən Max cəfəngiyyət danışırsan. Ağa, başıma dönüb, sən dünya görmüsən. Heç ayının, meymunun, çatların, çaqqalın arabaya minib, şəhərdən şəhərə siyahət etdiyini eşidib. Məgər mən dedim ki, ayılar, meymunlar arabaya minmişdilər. Necə dedin? Mən dedim ki, onların hafizi səyahət edirdi. Arabada? Bəli, arabada. Yalqız? Xeyr, öz canavarları ilə. Məyər o canavarlar padişahı? Sənə lazım deyil hər sualı eləmək, ağlına zor vermək. Ağa, mən ağlıma zor vermirəm. Amma ayı və meymun arabaya minib siyahətə çıxmaz. Yəqin şeyatin imişlər ki, bu şəkildə dönürlər. Pərverdigarlar, bunlar necə tayfadırlar? Bayram boynuna heç zət götürmür. Bunlar da aşkar məni müştəbih etmək istəyirlər. Xub, o şeytan yığınağına rast gələn uşaqları mənə verir. Ağa, başıma dönüm, yox yerdən quldur çıxayırıb verə bilmərik. Bizim uşaqlar bir adam soymayıblar. Kamalov,
Bəli. Mən nə çarə edim? Doğrudan bunlar mən dediyim sözlərə inanmırlar. Vallah ağa, bir tük qədər də inanmırlar. Batbey, get yasavullara de ki, o ayını çəkə-çəkə bura gətirsinlər. Boş üstü. Mən indi ispat edərəm ki, dediyim sözlər doğrudur. Ağa, əbəs yerə zəhmət çəkməyin. Yox, zadi nə ilə ispat edəcəksiniz? Matvey ayını çəkə-çəkə gətirir. Tərəkəmələr ayını görüb pıçıldaşırlar. Kemalov, de ki budur dəlil ki, mən boş söyləmirdim. Ay cemaat, Divan Bey buyurur ki, budur şahid. Deyir ki, mən boş nağıl söyləmirdim. Xo, bu şahid ədai şəhadət eləçin görək. Ağa, ərz edir ki, ayı ədai şəhadət eləsin görək. Əgər ayı ədai şəhadət edə bilər, Kemalov, sən axmaq da bunu mənə deyirsən, özün cavab verə bilmirsən? Ay canım, ayı necə ədai şəhadət edə bilər? Biz ki demirik ağa, siz özünüz ayını çəkə-çəkə getirib gəlibsiz bura. Nə çoxdur Şəmsəddin meşələrində ayı, hərə birini tutub getirə bilər. Bundan hasıl olmaz ki, necə deyərlər... İndi quldurları nişan verməyəcəksiniz? Ağa, necə quldur var ki, nişan verək? Quldurların izi açılıb, mən onları tutmağa çarə taparam. Amma sizin üçün çox yaman keçəcək. Əl-hökmü lillah, təqdir qəzadan qaçmaq olmaz. Bəs itçilin gözümün önündən. Bu qədər vaxt əbəs yerə sizin ilə vaxtımı itirdim. Mən özüm billəm ki, nə elərəm. Qazaqlar, dustağı bura gətir. Qazaqlar bayramı qolu bağlı gətirirlər. Sənin təqsirsiz olmağına isbatın var. Ağa, siz vilayət görübsünüz. Bir fikir edin ki, mən yalqız adam soymağa çıxa bilərəmmi? Bəs niyə yoldaşlarını demirsən? Axır mən deyirəm ki, yoldaşlarım yoxdur. Var imiş, səni qoyub, qaçıb. Heç vaxtı elə iş quldurluğa düz gəlməz. Ağa, quldur çarəsi üzrənə tək, yoldaşını buraxıb getməz. Yol kəsəndən sonra bir-birlərindən ayrılmazlar. Bir də siz bunu hardan biləcəksiniz? Siz yəqin ki, heç quldurluğa getməyirsiniz. Amma mən çox quldur tutmuşam. Əgər ki, quldurluğa getməmişəm, bilirəm ki, doğru deyilsən. Ağa, əgər mən təqsirli olsaydım, bizim adətə görə döyüşməmiş tutulmazdım. Doğru deyilsən, bəs kimdir təqsirli? Dürüst bilmirəm. Əgər bilsəydim, demək çox çətin olardı. Ondan ötürü ki, adam necə taytuşunu ələ verə bilər? Bəs yalnız sən bədbəxt olacaqsan, mənim sənə yazığım gəlir. Amma çarə yoxdur. Bir ərzin sözün var mı? Ağa, mən istəyirəm ki, əgər izin versəniz, halallaşam. Atanla? Xeyr. Qohumlarımla? Xeyr. Əgər mümkün olmasa, ixtiyar sizindir. Bu fəqirin görəsən dərdi nədir? Söz ver, hər giz qaçmazsan, ruxsat verim. Allaha and olsun ki, heç vaxt qaçmanam. Ey Yasavul Kərim, aç bunun qollarını. Yanında otur ki, qaçmasın. Ey Kemalov, mən gərək yurdumuza qayıdıb, quldurların axtarmaq üçün binagüzarlıq edəm. Və lazımdır ki, Nemsapok özü də hazır olsun. Bəli, ağa gedək. Ay Allah. Salxa anlayacaqdırmı? Mətləbi başa düşəcəkdirmi? Bir də Pərzadın üzünü görəcəyəmmi? Salxa hiləgər arvaddır. Ona bel bağlamaq olarmı? Ay Allah! Kərəminə şükür. Pərzad gəlir. Ah, mənim maralım, mənim ceyranım. Bu sənsən gəlibsən. A, başına dönüm. Qoy bir doyunca səni görüm. İndi ki səni gördüm, tamam dərdi qəmim yadımdan çıxdı. Aqadan alım, niyə ağlayırsan? A, gözümün ışığı. Mənim sarıdan yoxsa qorxursan? Qorxma. Haqq aşkar olar, mən qurtarıram. Sən qurtarana da iş işdən keçər. Niyə sən tutulubsan? Niyə sənə təqsirsiz bu müsibət üz veribdir? Yox, mənim başqa təqsirim yoxdur. Özgəyə quyu qazan özü düşər.
Mən özgəyə quyu qazdım, özüm düşdüm. İndi sən istəyirsən ki, mən çuğulçuluq adını üstümə götürüm. Özümü bədnam edib, Tarverdini nişan vereyim. Nişan ver. Mən ondan cana duymuşam. Heç dərd eləmə. Allah qoysa ölməsəm tezlə səni bəxtəvər edərəm. Abaram, mənim dəxi bəxtəvər olmağım getdi. Qara gün çox yaxınlaşırdı. Bu ne demek Ferzat? Ne söyləyirsən? Niye ağlayırsan? De görüm səni Tanrı. Necə qara gün yaxınlaşıbdır? İş işdən keçibdir. Toy tədarükü hazır olubdur. Əmimin buyruğunu mənə buyurublar. Bir gündən sonra mənim toyum başlanacaq. Səni Tarverdiyə verirlər. Allah divan eylə. Pərverdikara bu necə işdir? Bu zalim məni hər tərəfdən bədbəxt edəcək. Vallahi ya onu öldürürəm, ya özüm ölümə gedərəm. Mən də şübhəsiz öləcəyim. Mən heç vaxt Tarverdiyə arvad olmanam. Fərzadın evdən yox olduğunu görən Məşədi Qurban tez alaçığın içinə girib Fərzadı aparmaq istəyir. Yasavul Kərim onun qabağını kəsir. Ay utanmaz! Sənin burada ne işin var? Sen bu yat yere yat adamın yanına niye gelmişsin? Çık söyle Ay ben ki! gelmiş söyle çık! Ay kişi, kes sesini. Ben hiç vaxt koymaram ki sen o kızı buradan kaçırarsan. O Tarverdini sen mi? Gücüyle ona verebilmeyeceksiniz ki. Kız bayramındır. Sana ne var ki bu işe koşulursan? O benim kardeşim kızıdır. İhtiyarı mendedir. Kime istesem veririm. Artık söyleme. Hiç vaxt. Senin haddin yoktur ki o kıza böyle eyleyesen. Ben sana gösteririm ki böyle gidebilirim ya yok. Ezgerçi söyle. Görüm nece böyle edebilirsen. Ay kız, terpenme. Yerinde dur. Görüm senin divan beyin yasolunun elinden kim alıp kaçıracak? Edvan Bey ile beni çok korkutma. Bağırsalar veya vasar yarım. Məşədi Qurban xəncəri seyirib irəli atılır. Kərim də xəncəri çəkir. Biri-birinin üstünə hücum edirlər. Tərəkəmələr onları ayırmağa çalışırlar. Bu zaman başı sarıqlı Tarverdi qışqıra-qışqıra atasının köməyinə yetişir. Mənim araqlamın kimin nə həddi var? Burada saxlasın. Hə? Hamını vallah burada qıraram. Tikə-tikə doğraram. Qoyun məni vallah. Hamını tikə-tikə doğrayacağım. Atar verdi. Ne danışırsan? Divan Bey'in Yasoğlu'nu istiyorsan doğrayasan. Divan Bey'in Yasoğlu ne böyük adamdır. Mən Divan Bey'dən də, Yogurnatdan da, Narçanlikdən də qorxmuram. Yaranın yeri ne pis ağrıyır. Diyesene kesirler. Hay cemaat. Daha kalmaya salmayın. Çıkın söyle. Ferzat, hele sen de git, göre necə edirik. Divan Bey gələndə ərz edəcəyəm. Divan bəyi Fok ilə içəri daxil olurlar. Cemaat sakitləşir. Fok'u görən Tarverdi cemaatın içində gizlənib qaçmaq istəyir. Fok onun qabağını kəsir. Kişi, məni niyə tutursan? Yüzünü beri çevir. Çene niye bağlayıpsın? Dişim ağrıyır. Divan Bey, bu hemen adamdır. Bağlayın bunun kollarını. Kazaklar Tarverdinin qollarını bağlayırlar. Tərəkəmələrin içində hayküy düşür. Yaşın bağlayırlar. Divan bəyinin üstünə hücuma keçirlər. Lakin kazakların ateşe hazırlaşmasını görən cemaat geri çəkilir. Bayram, sen azatsan. Ağa, təqsirli mənəm. Bir ərzimə qulaq asın. Nice, sen təqsirlisə, ne danışırsan? Ağa, Tarverdin mən öyrədib qulduruğa göndərdim. Ya? Ondan ötürü ki, bu mənim sevgilimi istəyirdi ki, əlimdən alsın. Yoksa senin sevgilin budur. Bəli, budur başına dönüm. Bayram, sen çok pis iş eləmisən. Amma çünkü mertlikle təqsirini iqrar elədin, mən senin günahından keçirəm. Amma bundan sonra belə iş eləmə. Kamalov, kızdan soruş ki, bu oğlanların hansına gitmek istəyir? Divan Bey'ine ərz elə ki,
Mən heç vaxt Tarverdiyə ərə getmərəm. Əgər məni ona verməli olsalar, şəksiz özümü öldürürəm. Ağa Divan Bey, kız Tarverdini sevmir. Bəs məlumdur ki, bayrama getmək istəyir. Məşədi Qurban, əl çək bu qızdan. Qoy getsin bayrama. Görürük ki, qoçaq oğlandır. Mən də onu özümə yasavul edərəm, sizin də vecinizə gələr. Ağa, başıma dönüb. İstəmədi. Əl çəkdim. Tək mənim oğlumu xatadan qutar. Cənab Bob, razısanmı bu işi sülh ilə qurtarasan? Necə sülh ilə ağa? Yəni pul alıb bu adamdan əl çəkəcəm. Pul alıb əl çəkəm? Baş üstə Ağa Divan Bey. Pul almağa razıyam. Çox razıyam. Məşədi, sənin oğlun təqsirlidir. Mən eləyə bilmərəm ki, bu işi tamam örtbasdır eləyəm. Əgər sən bu nemsəni razı salsan, Ümənay devlətdən xahiş edəcəyəm ki, sənin oğlunu bağışlasınlar. Bir şək bağışlanar. Ağa, nə bahanə getirəcəksiniz? Yazacağam ki, axmaqlığın ucundan bu iş səndən baş verir. Ay Allah, ay Allah. Bəli ağa, elədir başına dönüm. Axmaqlığın ucundan. Radyo teatrını dinlədiniz. Mirzə Fətəli Axundov, Hekayəti Xırs Quldurbasan. Əsər 1987-ci ildə rentə alınıb.